Hazırda Sumqayıt şəhərində yerləşən Levent 2 yaşayış kompleksinin qarşısındayıq. Qaynar xəttimizə daxil olan şikayət əsasında buradayıq. Şikayətçilər bildirirlər ki, onların binasının aşağı hissəsində mərasim evi açılır. Sakinlər də bundan narahatdılar ki, bu mərasim evində səs-küy olacaq, onların uşaqlarının, sakinlərin psixologiyasına mənfi təsir göstərəcək yas mərasimlərinin keçirilməsi. Mərasim evin olmağı çox çətin şeydir. 500 kvadratdan artıq bura obyektdir. Hər gün bura yüzlərlə insan gələcək. Ən azı minimum 300-400 nəfər insan olacaq. Yəni mən bir ana olaraq uşağımın təhlükəsizliyinə narahatam. Ona da əlavə olaraq buranın qanun pozuntuları məni qane eləmir. Çünki həyətə ora parkinqə giriş yerindən pəncərə qapı yerinə çevrilibdir. Daxil olmuşdum ora. Görürəm ki, sahibkar özü üçün deyəsən şəxsi lift açır və öz obyektinə, yəqin bilmirəm, ərzaqların qaldırılması üçün, yoxsa gələn müştərilər üçün, mərasim evinin qonaqları üçün, kim üçünsə, yəni parkinqdən ora lift açılır. Ancaq hal-hazırda burada parkinq olmasına baxmayaraq, sakinlərin özünün lifti yoxdur. Bütün günü də arvadlar ağlayacaq, molla başlayacaq. Bizə burada sakitçilik olmayacaq. Orada stadion, gələcəklər futbola, qonaqlar, burada bulvar, turistlər gələcək, ortada da mərasim evi. Problem yoxdur. Burada ağlaşmazad, belə bir şeylər yoxdur. İzolyasiya olunub, belə bir yas mərasimi deyil də, bura yəni məclis evidir. Yəni burada gəlib kimsə ağlasın, eləsin, ay qışqırmaq, zad elə şeylər yoxdur. Özü mən icazə vermirəm ağlamağa. Ölü öləndə yəni hüzünlü olmaq olar, ağlamaq olmaz. Heç bir şey olmayacaq burada ölümə aid. Siz arxa tərəfə də qapı açmısınız, bir də parklanma hissəsinə də lift qoşdurursunuz və Parklanma hissəsinə deyil. Lift birinci mərtəbədən ikinci mərtəbəyə qalxır. Yəni belə əlbəttə ki, bizim əlbəttə ki, qadınlar və kişilər. Qapı məsələsi də ona görədir ki, yəni heç bir sahibkar istəməz ki, orada qapı açılsın da yəni. Yəni o qapını ona görə daline açmışıq ki, məclis olanda buradan ofisiantlar gətirməsin. Oradan 5 gündən bir produktumuzu qoyacağıq. Yəni heç bir narazılıq olmayacaq. Mən o günləri xanımın dayısına da dedim, biz tanış çıxdıq. Yəni burada bizim dostlarımız da qalır, özümüz də qalırıq burada. Yəni uşaqların psixologiyasında heç bir problem yoxdur. Dini qurumlardan icazə almısınız? Bəli, hər şeydən icazəmiz var. Bəli, narahat olun. Əlbəttə, indi burada deyil, görə bilərsiniz. İcazəsiz şey olar. Biz buranın şəxsi özümüzündür. Məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, qeyd olunan yaşayış kompleksi Dövlət Mənzil Fonduna aid deyil və özəl tikinti layihəsi çərçivəsində inşa olunmuş çoxmənzilli yaşayış binasıdır. Belə yaşayış komplekslərində ümumi əmlakın idarə olunması və istifadəsi ilə bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarları, habelə idarəedici qurum vasitəsilə tənzimlənir. Bu səbəbdən kompleks daxilində qeyri-yaşayış sahələrinin istifadəsi ilə bağlı yaranan məsələlərin ilk növbədə həmin yaşayış kompleksini idarə edən quruma təqdim edilməsi məqsədə uyğundur. Sözü gedən məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinə hər hansı rəsmi müraciət daxil olmayıb. Qeyd edirik ki, vətəndaşlar bu məsələ ilə bağlı kollektiv və ya fərdi qaydada yaşayış kompleksinin idarəedici qurumuna müraciət edə bilərlər. Müraciətin nəticəsi onları qane etmədiyi və ya qanunvericiliyin tələblərinin pozulduğuna dair əsaslı iddialar olduğu təqdirdə aidiyyəti dövlət qurumlarına, o cümlədən Sumqayıt şəhər icra hakimiyyətinə rəsmi qaydada müraciət edə bilərlər. Daxil olacaq müraciət qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə araşdırılacaq və müvafiq tədbirlər görüləcək.